Super puper blinçikin reseptini hər kəsə göndərdik. İndi isə onu ətraflı hazırlamağa öyrənəcəyik. Biz blinçiki çox hazırlayacağıq. Siz isə bunun yarısını eləyə bilərsiniz. 12 ədəd yumurta, 1 çay qaşığı duz, 2 xörək qaşığı şəkər tozu. Sonra bunları mikserlə qarışdırırıq. Bu vəziyyətə qədər qarışdırırıq. 2 litr süt, 2 ədəd vanil. Bizim bu məcunumuza təqribi 1 kiloqram un gələcək. Onu da belə eləmək lazımdır. Bir başqa qabartma tozunu qatırıq unun içinə. 2 stəkan duru yağ. Biz möcüzə qardalı istifadə edirik. Biz bu qədər macuna təqribi litr yarım su əlavə edəcəyik. Hər şey biz dediyimiz kimi etsəniz, sizdə dünyanın ən dadlı blinçikinin macunu alınacaq və çox gözəl blinçiklər alınacaq. Konsistensiya təqribi belə olmalıdır. Və bir də dostlar, böyük həcm olduğu üçün içində düyünlər qala bilər. Ona görə də biz bunu süzəcəyik. Sizə də məsləhət görürük. Əgər videoda qeyd olunan bütün instruksiyaya əməl etsəniz, sizdə də belə gözəl süd çörəkləri alınacaq. Biz bir tərəfini tam bişiririk, bir tərəfini isə az bişiririk. Daha çox faydalı məlumatlar üçün səhifəmizə nəzər salın və videonu bəyənin.